Marnyulidə 1200-ə yaxın şagird məzun olur. Marnyuli Təhsil Resurs Mərkəzinin rəhbəri Xanəli Qəhrəmanovun verdiyi məlumata görə bugün 20 may tarixində 12-ci sinif şagirdləri doğma məktəbləri ilə vidalaşırlar. 1-ci sinif şagirdləri üçün yay tətili 27 may tarixində başlayacaq. Digər siniflərdə isə tədris prosesi 14 iyun tarixində yekunlaşacaq. Bildiyiniz kimi Marnyuli munisipaliteti üzrə 74 məktəb fəaliyyət göstərir. Onlardan orta məktəb, deməli 58 orta məktəb fəaliyyət göstərir. Hansı ki bu illəri artıq 12-ci sinifi 1200-ə yaxın şagird bitirir. Onu da qeyd etmək istərdim ki, son zənglə bağlı artıq bizim tərəfimizdən aidiyyəti qurumlara göndərilibdir. Hansı məktəblərdə son zənglər olacaq, onunla bağlı nəzarət göstərilsin. Qeyd edək ki, 12-ci sinif şagirdlər üçün dərs ili rəsmi olaraq 20 may tarixində başa çatsa da, son zəng tədbiri bəzi məktəblərdə fərqli tarixlərdə qeyd edilir.